Müğənni Aynur Dadaşovanın evində toy olacaq. Sənətçi bu haqda İncə Səhər proqramında danışıb. O bildirib ki, bacısı qızının xeyir işinə hazırlaşırlar. Bacımın bir övladı var, ona analıq edirəm. Allah hamının balasını xoşbəxt etsin. Biz qudamızla bacıyıq. Ən böyük xoşbəxtliyim balalarımı xoşbəxt görməkdir. Anama deyirəm ki, gün olsun nəticələrin üçün elçi gəlsinlər. Qeyd edək ki, Aynur Dadaşovanın bacısı bir neçə il əvvəl uzun sürən xəstəlikdən vəfat edib. İfaçının özünün isə bir qız, bir oğul övladı var. Xəbər verdiyimiz kimi xalq artisti Mələkxanım Əyyubovanın bloger qızı Nəzrin Nəcəfova və müğənni Mərdan Kazımovun övladı dünyaya gəlib. Nəzrin əməliyyat anının videosunu paylaşıb. O, əməliyyata həyat yoldaşı ilə birlikdə girdiyini göstərib. Nəzrin paylaşımına, "Xoş gəldin qızım, səninlə həyatımız tamam başqa rəng aldı. Bu anlar bizim üçün ən unudulmaz, dəyərli xatirələr oldu. Səni çox sevirik, balaca möcüzəmiz" sözlərini yazıb. Mərdan isə övladı ilə fotosuna "Ailəmizə xoş gəldin, gözəl qızım. Adını Şirin qoydum. Həyatın da adın kimi şirin olsun inşallah" sözlərini əlavə edib.